Bu adam dəhşətdir. Bunların evində bu necə ola bilər? Bunların davalarını sən gözün qabağına gətirir. Şok oldum mən. O uşaqlar, bilirsən necə travma alıb sənin balaların? Can, ay balalar. Ay balalar, o uşaqlar travma alıb. Sən də indi xətrə dəyməsin. Sən sakit dur. Ayşe, bir dəqiqə ailəsinin dadı mikrofona görə yox. Rəhman müəllim də dedi, sən əvvəldən bilmirsən ki, bu qız oxumaq istəyir. Sən əvvəldən onu qaçırdanda da gətirmirsən Bakıya. Özün öz əlindən aparıb onu restoranlara müğənni kimi işə düzəltmirsən. Ondan sən fikirləşirdin ki, sən pul qazana bilərsən. Sonra görmürsən ki, sən deyirsən ki, pul yoxdur, deyirsən səsi yoxdur onun. Ne eləmək lazımdır? Bunu yola salmaq lazımdır. Yaxşı, bildim əzizim, bildim. İndi gəlin biz belə eləyək. Biz indi burada palan tökənlik eləsək, burada çox böyük məsələlər çıxacaq ortaya. Bu şəxsən heç mənə lazım deyil. Heç birimizə də lazım deyil. Bu vətəndaşın İlqu tərəfdən, indi hüquqşünas olması da hər halda biz bilirik bu məsələ. Sənin bu kişiyə uşaqları göstərməməyə ixtiyarın yoxdur. O adam uşaqların atasıdır və o adam heç olmasa, indi ayda, Qanunla nə qədərsə həftədə bir dəfə. Qanunla nə qədər yazıblar orada görüşə bilər? Qanunla onu bilmirəm. Qanunla heç olmasa ayda bir-iki dəfə bu uşağın görməlidir də. İcra müayinələrin yanında, sənin yanında. Başqa arvaddan da uşaqlar var. Elgiz müəllim, onlar bir Elgiz müəllim, bu günlərim bu uşağı mənə göstərmirsə, sabah böyüyəndə heç bir probleminə mən yaxın qoyum. Elgiz müəllim. Onlar neçə nəfərdir? 2 nəfər. Kərəhər arvaddan 2 uşaq eləyib. Ərinməyib ha. Hətta gəlib, ay Elgiz müəllim, hətta gəlib mən qaldığım yerdə bu xanımla bir yerdə də qalıblar uşaqlar hər yay tətilində. Bax, indi mənə cəmaat yazır. Mən ümumiyyətlə bəzi məsələlər görə, eşitirsən canım, Cəmilə. İndi bu efir, bu insanların şəxsi həyatından bağlı efirdə öz problemlərini deyirlər. Bu çox çətin, əgər bunun məsuliyyəti varsa, bunun, nə bilim, insan kimi bu insan dəyərlərini anlaya bilirsə, mən nə deyim vallah, bir çox nüanslar var. Bunları başa düşürsə, bu çox böyük məsuliyyətli bir işdir. Və bizdən də çox böyük, nətər deyərlər, məsuliyyət təmin olunan bir məsələdir. Mən istəmirəm ki, buradan kimsə əziyyət çəksin bu verilişdən sonra, bunun sonraki həyatına pis nələrsə, o zolaq mı deyim, nələrsə olsun. Yapışdırdı, yapışdı, tadiq edin. Ömrün axırına kimi onu çəkmək zorundadır. Başa düşdünüz? Anlata bildim də. İndi mən ona görə bu qadın xeyladır, qız xanımdır da, bunu indi insandır, 2 uşağın anasıdır. Ürəyimdə çox şeylər var. Ürəyimdə çox şeylər var. Elə sözlər deyərdim ona ki. Elgiz müəllim. Bir dəqiqə, mən çıxış edirəm. Sən birinci adamla qoşulub qaçırsan. Sən bu adamı araşdırmamısan. Sən bilmirsən ki, bu kimdir, nəçidir, hansı xarakterə sahibdir. Bu adam evlidir, bunun 2 körpə balaca uşağı var. Sən yaşatdın, Allah da sənə yaşatdı. Sən özün, xeyr. Bəli, Mən bir kəlmə danışım, icazə verirsiniz. Buyurun. Mən bu adamı görən kimi mən buna razılıq verməmişəm. Yalandır. Səni görən kimi ayılmaylı oldum, ha? Hə, sonra nə oldu? Əfsanə, sonra nə oldu? Elgiz müəllim. Sakit dur. Bu adam mənimlə ünsiyyət qurmaq istəyəndə, yəni mənə təklif eləmişdi ki, səndən xoşum gəlib, nə bilim nə. Bu ailəli idi o zaman. Niyə rədd eləmədin onu? Necə? O ailəli adam gəlib sənə deyir ki, səndən xoşu, sakit dur da. Niyə rədd eləmədin onu? Mən onu rədd elədim. Elgiz müəllim, 1 il müddətində bloka atdım, nömrəmi dəyişdim. Musiqiçilər hamısı bir-birinə çerez-çerez bağlı olduğuna görə nömrəmi tapırdı, zəng eləyirdi. Söyüb yabiləyə gedib polisə verərdin onu. Deyirdi ki, əlaqə quraq, nə bilim səndən... Gedib polisə verərdin onu ki, bu adam, bu vətəndaş məni narahat edir. Səndən ayrıla bilmərəm. Evində problemlər var idi, boşanma həddinə gəlib çıxmışdı. Hamının evi bağlı boğçadır, mən bilmirəm nələr olub, nələr yaşanıb. Və sən ona ümid vermirsən ki, gedib arvadın boşuyub da? Yox, səbəb mən olmamışam, Elgiz müəllim. Niyə sən axıd görsən ki, səninlə telefonda deyil, mesajlar da var. Bunu hay şahidləri də təsdiq edir, bizə deyir. Sakit dur da, qoy görək də danışırıq. Elgiz müəllim, elə bir şey olmayıbdı. Mən... Ay qız, siz tanış olanda, evlənmə qərarını gələndə bu adam evli deyildi. Yox, evlənmə qərarı yox. Mənə təklif elədi ki, səndən xoşum gəl, bir xanım kimi. Niyə onun danışıqlarını sən qəbul edin, ağzından vurmurdun? Mən onu 1 il müddətində bloka atdım. Cavab vermədim.
Sadəcə bir ildən sonra mənə dedi ki, Ha. mən boşanma ərəfəsindəyəm, mən Ha. ayrılıram. Ay sağ ol. Yəni onun səbəbi mən deyiləm. İndi bunu deyir, ayının bir çıxır oyunu var ki- bir armud ağacının başında. Yaxşı. İndi o məbləğ Sən belə də bir çıxır. dəqiqə deyəm. Belə 4 uşaq, sənin neçə uşağın var idi? 2 oğlum var mənim. Ay sağ ol. O qadın neçə uşağı var idi? Ondan da 2 övladım var. Səndən 2 il yaşadı. 6 il 2 il ailəli olduq. müddət 3 il yaşadı. O 3 il Altı il, müddətində bir 6 il səndən yaşayıb. O 6 il müddətində o səndən qabaqki balaca Aliment körpə uşaqlara verirdi. pul verirdi. Bəli. Mən də işləyib kömək eləyirdim. Sən də işləyib kömək edirdin. Bəli, mən də işləyirdim, O Elgiz uşaqlara müəllim. kömək edirdin. Aliment verirdim, bəli. Mən inanıram elə. Eləməsə deməz. Allah var adamın başının üstündə. Ay bay pul verir yoxsa ildə bir dəfə məsələn? Yox, hər ay Hər ay ay kömək edirdi. 200 manat aliment verirdi. Hər uşağa 100 manat, 100 manat. Hə. Mən işləyirdim və mən verirdim ona. Verirdim özünə ki, apar köçür. Bəli. Elgiz müəllim. Aydındır, Elgiz müəllim bir şey deyim. Sakitləşin, Elgiz müəllim sakitləşin. çox üzr xahiş edirəm. istəyirəm.